az qalıb. Çox özü öldürmür, az qalıb valla. 18 yaşlı uşağa da deyirəm az qalıb. Az qalıb, bir gün sən bu dünyanı tərk edib gedəcəksən və düşəcəksən əziyyətsiz bir yerə də az qalıb. Bir qədər dözmək lazımdır, olduqca az qalıb. Heç nə yoxdur, heç nə. Deyir ki, ən-nas niyamun, insanlar yuxudadır, izammatu intəbəhu, yatandan sonra, öləndən sonra oyanırlar. Sən baxacaqsan, deyirsən, bu yuxuya görə mən özümü öldürürdüm. Yuxuya görə. Yuxuda gördüm ki, şaham mən. Yuxuda gördüm ki, şahlığa can atıram. Belə olacaq axırda. Yuxuda gördüm filan məqamı istəyirəm. Yuxuda gördüm filan kəsim ölüb. Hamısı bu yuxudur. Ayılacaqsan reallıq aləmində görəcəksən, o şəhid analarda görəcək ki, o şəhid övladları keçmişdə qalan acı bir yuxuymuş. İndi o övlad da burada, özü də burada. Bunlar mənə baxaraq hər dəfə görürəm, deyirlər ki, biz izləyirik. Mən onlara da müraciət edib deyirəm, yuxudur bu, yuxu. Yuxu reallıq oradadır. Yuxuda gördüm ki, sən dünyadan köçürsən, qiyamətdə belə olacaq. Yuxuda görmüşdüm ki, oğlum dünyasını dəyişib, qiyamətdə belə oldu, indi oğuldur yanında. Şəhid anasından bəxtəvər, xoşbəxt insan kim ola bilər ki, görür övladı Peyğəmbərin yanında, bunu da aparır öz yanına və deyir, həmişəlik şad, xürrəm burada yaşayacaq, heç kəsdən ayrılmayacaq.